Çox dəyərli balıq bölcü. Apreldə, yəni Nisanda səni nələr gözləyir? Mən karmastroloq və başlayaq. Abunə olmağı, videonu like edib, altımı qəbul etdim, yazmağı unutma. İlk olaraq baxaq görək karyera həyatında səni nələr gözləyir? Karyera həyatında uzun bir fasilədən sonra ki, sənin çox yorulduğunu və fasilə verdiyini hiss edirik. Bir fasilədən sonra yeni bir başlanğıc, yeni bir işə, yeni bir fəaliyyətə keçid, ya yeni bir təhsil, ya yeni bir karyera, ya yeni bir məkan, ya yeni bir biznes. Amma bir yenilik enerjisi, yenilik abu havası var səndə. Sanki sən çox yorğun düşmüsən, sanki sən çox stres keçirmisən, stresli vaxtların olub, sənin istirahətə, sənin bir şeylərdən uzaqlaşmağa ehtiyacın olub, bəlkə bir müddət işsiz olmusan, ya da işin çox ağır gedib, passiv olub, sənə əziyyət verib. Amma bax, səni çox yorğun görürük və daha doğrusu yorğun olduğunu, əvvəllər yorğun olduğunu hiss edirik. Amma bir müddət sən özünü dinlənməyə almısan, demisən ki, heç nə etməyəcəm. Sadəcə özüm üçün yaşayacağım, dinlənəcəm, axşa buraxacağım. Amma Nisan, Aprel sənin içinin kıpır-kıpır olduğu, yeni bir enerjilərlə gündəmə gəldiyin, hər kəsi belə təəccübləndirəcəyin bir ay olacaq. Yeni fantaziyalar, yeni enerjilər, yeni fikirlər, yeni ideyalar ayı olacaq və hiss edirəm ki, hər şeyin yaxşı olub olmaması da səndən asılıdır. Yəni uğursuz qətiyyən deyə bilmərik, ya da çox başarılı, uğurlu da deyə bilmərik. Çünki tamamilə sənin motivasiyana, sənin həvəsinə, enerjinə bağlı olacaq hər şey və inşallah xeyirli olsun. İndi isə baxaq görək, şəxsi həyatda sizin üçün əziz balıqlar nə hiss edirik? Çox gözəl bir dəstədən, Ludi Lescot'dan istifadə edəcək və burada nə gəldi? Burada dəyənək kraliçası gəldi. Dəyənək kraliçası gəldi və bir dənə də kartın enerjisi var. Bir də sıfır başlanğıc. Kupa ikili, dəyənək kraliçası, kupa ikilisi və joker. Nə demək istəyir bizə? Sən sevdiyin insanla tamamilə yeni bir başlanğıc edə bilərsən. Fikrində tutduğun insanla yeni dönəmə, yeni sulara yelkən aça bilərsən. Sıfırdan başlaya bilərsən bir şeyləri. Biz səni tamamilə səmimiyyətlə üzündəki o maskanı çıxarıb, tamamilə səmimiyyətlə, tamamilə gerçək hisslərini ortaya qoyaraq sənin tərəfdən birilərinə hiss, sevgi etirafı ola bilər bu arada. Yəni birisinə razılıq verə bilərsən, hisslərini göstərə bilərsən, etiraf edə bilərsən ya da addım ata bilərsən və sənin bu hərəkətin sənin həyatında qarşılıqlı bir yeni başlanğıca səbəb olacaq. Halbuki sizin duyğularınız da qarşılıqlıdır. Biz bunu görürük. Və baxaq, görək sənin sağlamlıq həyatında hansı enerjini hiss edirik? Sadə tarot dəstəsindən istifadə edəcək. Balıqlar, sağlıq həyatı, şübhə gəldi. Balıq bölcü insanı, Nisanda diqqətli olaq, gözəllik ilə bağlı, gözəllik qurbanı ola bilərik, diqqətli olaq, gözəlliklə bağlı, yaxud fazla çəkimi desəm, ya da üz cizgilərimiz gözəli, estetiklə bağlı çox diqqətli olmanız gərəklidir. Hər hansı bir prosedurlar istəsəniz, çox diqqətli olmalısınız. Yəni bunu nəyə görə deyirəm? Çünki burada bir xəbərdarlıq enerjisi var qılınc ikilisindən. Deyir, yəni yüz ölç, bir biç. Çox diqqətli ol. Sən gözəlləşmən üçün, daha sağlıqlı, daha belə gözəl görünmən üçün bir şeylər etmək istəyə bilərsən Nisanda. Amma yüz ölç, bir biç. Yəni kimlə, harda və necə etdiyinə diqqət etməlisən. Pis bir şey demir, sadəcə xəbərdarlıq enerjisi var. Bir də balıq bölcü insanları
bu ayda sizin, yəni mən dişil enerjinizi, xüsusilə qadınlarda dişil enerjinin yüksələcəyini, özgüvənin artacağını və çox xoş bir enerjinin, çox xoş bir müjdəli xəbərin sizə gələcəyini də gördüm. Bu xəbər sizin motivasiya və enerjinizin daha da artacağına səbəb olacaq. Baxaq, görək balıq bölgü insanı nəyi etməməlidir Nisanda, yəni apreldə nəyi eləmək olmaz və nəyi eləmək olar. Balıq bölgü insanı apreldə bax, birilərinə yerini göstərmək, liderliyini sübut eləmək, mən də varım demək və planlarını həyata keçirtmək. Bax, bir yarışmadır. Bilmirəm, bu sənin şəxsi həyatındır, yoxsa işindir, yoxsa önünü kəsənlər ailə üzvlərindir, ya cəmiyyətdədir, bilmirəm. Amma tək bildiyim bir şey var. Kimsə sənin həyatında krallıq edə bilməz. Kimsə sənin həyatında öz qanunlarını tətbiq edə bilməz. Sən Nisanda, apreldə onlara yerini göstərəcəksən. Birilərinin üzünə həqiqəti çırpacaqsan və sənin həyatının bir dənə ağası var, o da səni məhz Nisanda göstərəcəksən ki, belə bir güc sənin əlinə keçəcək və bunu çox yaxşı istifadə edə bilərsən, öz yoluna gedə bilərsən, öz sərhədlərini aşa bilərsən. Bir də balıq bölgü apreldə bir uzaq yola çıxmaq ya da bir yolculuq, çox yollarla əlaqədar enerjilər var sizdə. Bəs nəyi etməməlisiniz? Nəyi etməməli olduğunuza gəlincə, birdən-birə nəyisə atmayın. Yəni, birdən-birə anidən nəyisə sıfırlamayın. Münasibət olsun, şəxsi həyat olsun. Çünki bu həmin vəziyyətdən sizin çətinliklə çıxmanıza nədən olacaq. Yəni, sizin üçün asan olmayacaq özünə gəlmək, sizin üçün asan olmayacaq ayaqda durmaq. Bəlkə işdən çıxmaq planlaşdırırsınız, bilmirəm. Yəni, biləsiniz, əgər çıxsanız, çox əziyyət gözləyir sizi, yaxud münasibətdən bəlkə çıxmaq istəyirsiniz, bəlkə evinizi dəyişib, ölkənizi dəyişib getmək istəyirsiniz, amma siz nəsə çox belə ciddi, dərindən bir dəyişiklik yaratmaq istəyirsiniz həyatınızda. Balaca dəyişikliklər sizi qane eləmir, sizi tatmin eləmir və siz köklü bir dəyişiklik eləmək istəyirsiniz. İstəyirsiniz bu dəyişiklik sizə toxunsun, sizin içinizdəki enerjini oyatsın, sizi təkrar belə həyata qatsın, qarışdırsın. Bir özünüzü hiss eləmək üçün böyük dəyişiklik istəyirsiniz bir sözlə. Amma mən deyirəm, etməyin. Elə balaca gedin dəyişikliklərdə. Nəyə görə? Çünki çox böyük dəyişiklik sizin zərər görmənizə, hətta bir şeyləri itirmənizə, hətta çox əziyyət çəkmənizə, zor ayaqda durmanıza səbəb olacaq. Bəli, toparlaya bilərsən, amma çox zor, çox əziyyətlə. Gəlin, evrensel mesaj baxaq sizin üçün nədir? Evrensel mesaj baxaq sizin üçün nədir? Evrenin, bütövün sizə hansı mesajı var? Aha, aydınlanma. Aydınlanma. Ümidlərin doğrulması, aydınlanma, ürəyinizin sevinməsi, yeni bir şeylərin həyatınıza daxil olması, yeni insanlarla tanışlıq, yolculuq, öz yolunu çizmək, maddi məsələlərlə bağlı düğünlərin açılması, xoş məqamların olması, evinizə, özünüzə yeni bir şeylər də ala bilərsiniz. Hədiyyə enerjisi çoxdur Nisanda, bunu deyin biləsiniz. Hədiyyə, bir şeylər almaq, bir şeylər qazanmaq, durmadan sizə nəsə gəlir. Bax, sizə bir şeylərin ancaq gəldiyini, hədiyyə kimi, bəxşiş kimi, pul kimi bir şeylər sizə gəldiyini görün. Hətta bir ciddi arzunuzu da reallaşdıra bilərsiniz. Yəni sizə nəsə böyük bir şey alıb verə bilərlər, ya özünüz ala bilərsiniz. Gözəl enerjini, aydınlanmadır. Bir qaranlığınız var. Martda həmən qaranlıq sizi çox belə boğub, çox basıb, ondan çıxırsınız, aydınlanırsınız, belə bir pozitivləşirsiniz, yavaş-yavaş özünüzə gəlirsiniz, belə oyandığınızı görürəm, bu kart bizə onu deyir. Bir də baxaq, görək sizin ümumi enerjiniz, yəni ayı
necə keçirəcəksiniz, ümumi enerjiniz necə olacaq? Yol ayrımı gəldi. Kimdənsə küsə bilərsiniz. Artıq balıq özgüvən qazanacaq. Artıq balıq səhvi düzdən ayıra biləcək. Kimdənsə küsə bilərsiniz ya da nəyisə ya da kimisə ayırmaq, yolları ayırmaq, işte pullar ortaqdır, pulları ayırmaq, ev ortaqdır, ev ayırmaq. Nə bilim, ortaqlı biriləri var bir şeydə, ortaqdan ayrıla bilərsiniz. Sevgilidən, həyat yoldaşından, ya da bəlkə də burada sadəcə yol ayırmaq deyil, ayrılmaq deyil məsələ. Sadəcə burada mən özüm üçün yaşayıram, mənim öz həyatım, mənim öz qərarlarım, mən öz ayağımda durmaq istəyirəm, sənsə özün üçün yaşayırsan deyə bilərsiniz sizə təzyiq edən insanlara. Yəni bir qalxımınızı, bir özgüvəninizi hiss edirik. Artıq siz öz həyatınızı özünüz üçün yaşayırsınız. Yol ayrımı gedə də bilərsiniz ya da kimdənsə, hardansa, işdənmi, təhsildənmi, birindən yolunuzu ayıra bilərsiniz. Bu çox yaxın rəfiqə, ailə üzvləri də ola bilər. Fikirləriniz düz gəlməyib, yolunuzu ayıra bilərsiniz. Amma burada daha çox küsmək, naz, anlaşmazlıq yox, sadəcə xarakterini ortaya qoymaq məsələsi var və özünüzü qoruduğunuzu görürük. Bu qədər dəyərli balıqlar, altdım qəbul etdim yazmağı və abunə olmağı unutmayın. Gələn görüşlərə dək.